Paytaxtda gənclər arasında insident baş verib, hadisə ali təhsil müəssisələrindən birində qeydə alınıb, tələbələr arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Səhər saat 11 radələrində Xəzər Universitetinin 20 yaşlı tələbəsi həmyaşıdı tərəfindən bıçaqlanıb. Xəzər Universitetinin qarşısındayıq. Aldığımız məlumata görə hadisə universitetin yeməkxanasında olub. Xəsarət alan 20 yaşlı Məhəmməd Vəlizadə isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Dərhal əməliyyat otuna verilərək təcili cərrahi müdaxiləyə başlanmışdır. Əməliyyat ağciyər yarasının tikilməsi, mədə yarasının tikilməsi, diafraqma yarasının tikilməsi və bazudakı yaraların birincili işlənməsindən ibarət olmuşdur. Hazırda xəstə reanimasiya şöbəsindədir, vəziyyəti ağır, stabildir. İntensiv müalicə davam etdirilir. Bazuda çox sayılı var, döş kəfəsinin ön yan divarlarında, qarnın yan divarlarında çoxlu yaralar var. Xəstəxanaya çatdırılarkən bəli, həddən çox qan itirmə olub. Əsas da bazu nahiyəsində çox sayılı yaralardan. Vaxtında yardım göstərilib, çalışırıq ki, xəstənin vəziyyəti stabilləşsin. Həyati riski hal-hazırda aşağıdır, çox ağırdır, ancaq stabilləşib vəziyyəti, təzyiqi, saturasiyası, nəbzi stabildir. Məlumata görə hər iki şəxs yaxın dost olublar və eyni qrupda təhsil alıblar. Onların arasında nə baş verdiyi hələ də dəqiq məlum deyil. Hər iki tələbə Xəzər Universitetinin ən yaxşı tələbələridir. 3-cü kursda oxuyurlar, mühəndislik fakültəsində, kompüter mühəndisliyi ixtisası üzrə və hər iki tələbə də yüksək balla təhsil alır. Və hər iki tələbə də, onu da qeyd edim ki, Dövlət İmtahan Mərkəzindən ən yüksək balla Xəzər Universitetinə daxil olan tələbələrdir. Dövlət sifarişi ilə təhsil alırlar. Tələbə yoxlanılır, bütün tələbələr yoxlamadan keçirilər. Bıçağı hansı formada, necə götürüblər, onu deyə bilmərik. Onun artıq araşdırması polisə aiddir. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, əməli törətməkdə şübhəli bilinən həmyaşıdı polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır. Bəyim Mahir qızı İlkin Həsənov, Fidan Səfər, Spice xəbər.